Açıq qrup olaraq ilk tədbirimiz Qiyamət Zahidin türməyə salınmasının il dönümü ilə bağlı başladı. Həftədə keçirdik. İndi sözü mən verim, Eldəniz bəyə qrupa sözün davamı gəlsin ki, sonra da hamısı çıxır. Hər birimizə təşəkkür edirik bugün tədbirdə iştirakınıza görə. Azad Söz İnqilabçılar Klubu seçkilərdən demək olar ki, dərhal sonra yarandı. Bunun yaranmasının bir sıra səbəbləri var idi. Bu səbəblərdən biri də budur ki, biz özümüz də baxdıq, görüşdük, cəmiyyətdə baş verənləri və biz özümüz üçün bir qərar çıxartdıq ki, qarşıdan gələn illərdə, dövrlərdə Azərbaycanda sözə qarşı çox ciddi proseslər başlayacaq, çox ciddi addımlar atılacaq və bugündən bunun qarşısını almaq üçün, sözün sahibliyini qorumaq üçün hansı addımlar atılmalıdır, bu addım atmaq üçün də belə bir təşkilat yaradılır. Və bu qrupda ilk addımını deyildiyi kimi Qiyamət Zahid üzərində qoydu, Qiyamət Zahid həftəsi elan olundu. Çox ciddi problemlər oldu, ciddi problemlərlə yanaşı mənə gəlir kifayət qədər ciddi bir nəticələr burada ortaya çıxdı. Azərbaycanda yaranmış Azad Söz İnqilabçılar Klubunun fəaliyyətindən bağlı, ümumiyyətlə Qiyamət Zahid həftəsindən bağlı açıqlamaq üçün söz verək. Asi qrubun sədri Anar Müqtədiyev və mən çox geniş danışmayacağım. Sadəcə bu həftəliyə qoşulan bütün köşə yazarlarına, ünlü köşə yazarlarına hamısına təşəkkür edirəm. Biz əvvəlcədən də gözləyirdik, amma gözlədiyimdən daha yüksək nəticə aldığına görə ki, doğrudan da Azad Söz uğrunda biz həftəlik elan edən kimi məlum oldu ki, bizdən də qat-qat daha yüksək səviyyədə bu həftəliyə, yəni Azad Sözü dəstək verən insanlar varmış. Mənim sevgizim ancaq ondan ibarət olur ki, bu insanların bir həftə çərçivəsində yüksək səviyyədə yazıları çap olundu və biz çox müəyyən maneələrə adlayıblar, bu mətbuata sınava verilmişik. Bunların hamısını bir kitab alanda toplayıb sizə təqdim edə bilirik. Bu uğurun alınmasında çox ciddi rol olanlardan biri də bir mənbədə Yeni Müsavat qəzeti oldu. Kifayət qədər çox ciddi informasiya dəstəyi verildi, köşə yazarlarında çıxış etdilər. Bu işə görə bir daha Yeni Müsavat qəzetinə, Asi qrup adına təşəkkür edirik. Yəqin ki, bu haqda yenə bir söz deyiləcək və istəyərdik söz verək Yeni Müsavat qəzetinin başı saxları olaraq. Çox mühüm məsələdir ki, Azərbaycanda hər mərhələdə həbsxanada sözün uğrunda yatmağa hazır olan insanlar tapılır. Bu çox mühüm məsələdir. Faciə onda olacaq ki, belə insanlar olmayacaq. Mənə elə gəlir ki, burada heç zaman olmaz. Qənimət haqqında kitabdan daha çox şifahi yayılan, danışılan söhbətlər daha maraqlıdır. O şeylər burada çox yoxdur və onların böyük bir əksəriyyəti mən bilirəm. Mən bəri başlığı 25 iliyə uğramasın, mən fikrim var ki, özəl dedim Qənimətin yaz yerində. Dedim ki, gözləyirəm sən çıxasan, sənin haqqındakı məzərə ifadıları istəyirsən, faci mən bilirəm. Ona bir kitab alında saxlayacaq, yəni ki, Asi qrupunun qəti ilə onu saxlayacaq. Bu əziyyətlərə və təzyiqlərə baxmayaraq, çətin vəziyyətə baxmayaraq, onlar sınmayıblar və öz mənliyini saxlaya biliblər və mən hesab edirəm ki, yaxınlarda onlar qayıdıb və öz peşə fəaliyyətində məşğul olacaqlar, yəni davam edəcəklər öz mübarizələrini. Xural qəzeti də bu işdə ciddi dəstək edənlərdən oldu. Əvəz bəy, buyurun. Həqiqətən, Asi qrupun gördüyü işi ayrı-ayrı qəzetlər çətinlik görə bilər. Çünki tanınmış və samvarlı belə deyilsə, belə deyil. Öz qələmindən, öz yazısından məlum olan 10, 15, 20 yazarın bir aksiya cəlb olunması ayrı-ayrılıqda çox böyük işdir, çox böyük layihədir. Və Azərbaycanda da elə təxminən 15-20 yazar var. Yəni, Azərbaycan mətbuat da təxminən ondan ibarət. Mən hesab edirəm, getdikcə də azalır. Və bu 15 adam, 20 adam, 25 adam nə qədərdirsə, məncə ayrı-ayrı qəzetlər qədər güclü adamlardır. Hər adam başında olduğu üçün yaxşı yazar deyil. Yaxşı yazarlar var ki, onlar ayrıca bir qəzet boylu adamlardır. Mən hesab edirəm, indən sonra Asinin önəmi daha da artacaq. Bugün mükafatlandırmanı, yəni ən yaxşı yazını bu 15 müəllifin özü seçsin, səs çoxluğuna. Təkliflərdən biri belə oldu və hamı təklifin deyinə səs verdi ki,
bu kampanya ilkin kampanya olduğuna görə bu kampaniyada iştirak edən Asif Klub üzvlərindən kənar digər müəlliflərin hamısı bir xatirə olaraq diplomla, iştirakına görə diplomla mükafatlandırılırlar. Seymur Əhməd bir sayt olarak bize Mediafor destekleri rehberden anlatacak. Ve aynı zamanda ayrılmayın. Buna teşekkür ederim. Asif Klub ve ona destek vererek köşe yazarlarının birce kararıyla qəbul olunmuş bu baş mükafatı, baş ödülü Ayla Hanım'a verilmeli. Biz belə bir mükafat hazırladı, medal təsvirlədi. Yəni bunun burada Asif Klub deyildir. Burada isə ödülçünün adı yazılır. Burada da həftəliyə uyğun olaraq kəlmə sahibinin özünün, yəni bu hansı mükafatçıya getməsindən asılı olaraq ödül, yəni həftəli elan olduğuna görə kəlmətin öz şəkli verilir. Erkek'in Asif Klub üzvləri və köşe yazarları adından ayırılır. Birinci növbədə mən Asifləri təbrik edirəm, belə bir proyektə görə. Onların jurnalistləri dəstək təşəbbüsünü müsbət qiymətləndirirəm. Davamlı olmasını arzuluyum. Təbii ki, görürəm, davamlı da olacaq inşallah. Və nə qədər belə tədbirlər keçirilsə, ictimai dəstək də olsa buna, məsələn, başqa qeydlər, başqa ictimai təşkilatlar da qoşulsa, yəqin ki, jurnalistlərimizə mən hesab edirəm ki, siz dediyiniz kimi, Əvəz bəy, jurnalistlər o qədər də təzyiq yəqin ki, az olar.